Salam müəllimlər, bugün biz hüquqi savadlıq bölməsində təhsilə aid sənədlər, kurikulum nədir? Təhsil qanunu və ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanunundan seçmələr. Bu mövzulara aid biz testlərə baxaq. Test 1. Uyğunluq pozulmuşdur. Təhsil alma forması fərdi. Biz bilirik ki, təhsil alma forması maddə 13-dür. Yəni, maddə 13-də təhsil alma formasından danışılır. Təhsilin 4 forması var. Hansılardır? Biz onu necə yadımıza saxlayırıq? Təhsil alma, alma sözü ilə, yəni 4 hərfdir, belə yadınıza saxlayın. Təhsilin 4 təhsil alma forması var. Hansılardır? Əyani, qiyabi, distant, yəni məsafədən, sərbəst, eksternant. Bunlar olur təhsil alma formaları. 3 dənə də əlavə var ki, fərdi təhsil alma formasıdır, stasionar təhsil alma formasıdır, bir də evdə təhsil alma formasıdır. Demək, burada yazılıb təhsil alma forması fərdi. Bəli, bu doğrudur. Təhsil forması informal. Bilirik ki, təhsilin 3 forması var. Maddə 12. Təhsilin 3 forması var. Hansılardır? Formal təhsil, qeyri-formal təhsil, informal təhsil. Bəli, burada da uyğunluq gözlənilir. Təhsil alma forması tam orta təhsil. Bəli, burada uyğunluq pozulub artıq. Cavab C variantıdır. Təhsil alma forması dedik ki, 4 təhsil alma forması var. Maddə 13-də göstərilir. Əyani, qiyabi, distant, yəni məsafədən, sərbəst, yəni eksternant. 3 dənə də əlavə var idi. Fərdi, evdə, stasionar təhsil alma formaları. Təhsil forması qeyri-formal, doğrudur. Təhsil pilləsi, orta ixtisas. Bəli, təhsil pilləsi maddə 17-dir. Təhsilin pilləsi və səviyyəsi. Təhsil pillələri 5 pillə var. Onu necə yadımıza saxlayırıq? Pillə sözü ilə. Pillə 5 hərfdir. Deyirik ki, təhsilin 5 pilləsi var. Məktəbə qədər təhsil pilləsi, bura aiddir bağçalar, körpələr evi, məsələn 0-3, 3-5 yaşlı uşaqlar. Bu olur məktəbə qədər təhsil pilləsi. Ümumi təhsil, bura ümumi təhsilin özünün səviyyələri var. Daha sonra peşə təhsili, orta ixtisas təhsil, ali təhsil. Deməli, orta ixtisas təhsili də təhsilin pilləsidir ki, bu da doğrudur. Növbəti, uyğunluğu müəyyən edin. Təhsil formaları, təhsil alma formaları. A. Özünü təhsil yolu ilə biliklərə yiyələnmə. Bəli, özünü təhsil yolu ilə biliklərə yiyələnmə, bu informal təhsil formasıdır. Özünü təhsil yolu ilə biliklərə yiyələnmə, informal təhsil formasıdır. Deməli, 1-ə A variantı uyğundur. Tədris vaxtı müəllimlərlə şagirdin bir məkanda olmasını gərəkdirməyən prosesdir. Bu da distant təhsil alma formasıdır ki, tədris vaxtı müəllimlə şagirdin bir məkanda olması önəmli deyil. Yəni, bu olur distant təhsil alma forması. B. İkinciyə uyğundur. Sonda dövlət sənədinin verilməsi ilə başa çatmır. Bəli, bu da təhsil formasıdır ki, qeyri-formal təhsil formasıdır. Maddə 12-də deməli, sonda dövlət sənədinin verilməsi ilə başa çatmayan təhsil forması qeyri-formal təhsil formasıdır ki, bu da aiddir deməli 1-ə. Fiziki qüsurundan dolayı məktəbə gələ bilməyən şagirdlər üçün təşkil olunan təhsildir. Bəli, evdə təhsildir bu. Bu da təhsil alma formasına aiddir. D. 2-yə aiddir. İbtidai təhsil səviyyəsini vaxtından əvvəl bitirməyin mümkünlüyünü təmin edir. Bəli, bu aiddir. Deməli, distant, bağışlayın, eksternant təhsil alma formasına ki, şagird müxtəlif səbəblərdən təhsildən geri qala bilər. Onun hüququdur ki, gəlsin, təhsilinə davam etdirsin, eksternant imtahan verərək. Və şagird təhsil səviyyəsinin vaxtından əvvəl
bitirmək istəyir. Məsələn, 6-cı sinifdə oxuyan şagird, istedadlı şagirddir. 7-ci sinifi oxumadan birbaşa 8-ci sinifə keçə bilər, eksternat imtahan verərək. Bu da olur, deməli, təhsil alma formasına aiddir. Yeni də yazıram 2-yə. Deməli, 1 A, C, 2 B, D, Y. Cavab D variantı. Üçüncü testə baxaq. Biri təhsil formasıdır. Bilirik ki, təhsilin 3 forması var. Hansılardır? Formal təhsil, qeyri-formal təhsil, informal təhsil. Demək, distant təhsil, xeyr, bu təhsil alma formasıdır. Əyani təhsil, təhsil alma formasıdır. İnformal təhsil, bəli, cavab C variantı. İnformal təhsil, yəni sərbəst şəkildə heç bir kursa getmədən özünü sərbəst şəkildə inkişaf etdirmək, biliklərə yiyələnmək. İnformal təhsil budur. Qiyabi təhsil, sərbəst təhsil, bunlar da təhsil alma formalarıdır. Növbəti, təhsil alanların vəzifələrinə aid deyil. Demək, təhsil alanların vəzifələri. Biz əvvəlcə hüquq və vəzifələrin açar sözləri nədir, onları öyrənək. Demək, hüquq biz tələb edirik, haqqımız olanı biz tələb edirik. Vəzifə nədir? Bizdən tələb olunur. Yəni, borcumuzdur ki, o işi, o vəzifəni yerinə yetirək. Və hüququn açar sözləri hansılardır? Seçmək, sərbəst seçmək, təmin olunmaq, təhsil almaq, müdafiə olunmaq, infrastrukturdan istifadə etmək, psixoloji yardım almaq, təmin olunmaq, məlumat almaq. Bax, bunlar əməkdaşlıq etmək. Əgər hər hansı bir müəssisə ilə, təhsil müəssisəsi ilə əməkdaşlıqdırsa, bu hüquqdur. Amma insan faktoru ilə, yəni insanın insanla əməkdaşlığı, artıq bu olur vəzifə. Vəzifənin açar sözləri hansılardır? Vəzifənin açar sözləri, yəni riayət etmək, yerinə yetirmək, əməl etmək, tərbiyə etmək, məsuliyyət daşımaq, hörmət və ehtiramla yanaşmaq, əməkdaşlıq etmək. Əməkdaşlıq, yəni insanla əməkdaşlıq vəzifədir. Demək, təhsil alanların vəzifələrinə aid deyil. Vəzifəsinə aid deyilsə, deməli, hüquqdur. Pedaqoji işçilərin şərəf və liaqətinə hörmətlə yanaşmaq təhsil alanın vəzifəsidir. Bu aiddir. Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək. Bəli, şagird özü qarşısında məsuliyyətini dərk etməlidir ki, mən 11-ci sinifi bitirdikdən sonra hansı bir sənətin, peşənin sahibi olacağım. Özü qarşısında məsuliyyəti dərk etmək. Vəzifəsidir şagirdin. Ailəsi qarşısında, cəmiyyət, dövlət qarşısında ailəmə necə bir xeyir verəcəm, dövlətə, cəmiyyətə necə bir xeyrim dəyəcək, necə bir şəxsiyyət kimi yetişəcəm. Bu artıq şagirdin məsuliyyətidir ki, onu dərk etsin, başa düşsün, vəzifəsidir. Deməli, bunu da götürmürük. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək. Bəli, riayət etmək vəzifəsidir. Götürmürük. Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək. Şagirdin vəzifəsidir ki, dövlət təhsil standartlarına uyğun biliklər alsın, onu bacarığa çevirsin və bu bacarıq avtomatikləşmiş hərəkətə, vərdişə çevrilsin. Bu da vəzifədir. Dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq. Bəli, keyfiyyətli təhsil almaq şagirdin hüququdur. Cavab Y variantı. 5-ə baxaq. Uyğunluq hansı variantda pozulmuşdur? Təhsil pilləsi, məktəbə qədər, bəli, dedik ki, təhsilin 5 pilləsi var. Pillə sözü ilə yadımızda saxlamışdıq. Məktəbə qədər təhsil pilləsi, doğrudur. Təhsil alma forması, demişdik ki, 4 təhsil alma forması var. Əyani, qiyabi, sərbəst, yəni eksternant, distant, məsafədən. 3 dənə də əlavə var idi. Evdə, fərdi, stasionar təhsil alma formaları. Burada da uyğunluq gözlənilib. Təhsil forması formal. Bəli, təhsilin 3 forması var. Formal, qeyri-formal, informal. Bu da doğrudur. Ümumi təhsilin səviyyəsi məktəbə hazırlıq. Ümumi təhsilin səviyyəsi məktəbə hazırlıq
Deməli, məktəbə hazırlıq bəli, ümumi təhsilin səviyyəsidir. Ümumi təhsilin 4 səviyyəsi var. Bunu biz maddə 17-də danışmışdıq. Ümumi təhsilin 4 səviyyəsi var. Məktəbə hazırlıq 5 yaşlı şagirdlərdir. İbtidai təhsil səviyyəsi 1-ci sinifdən 4-cü sinifə qədər, yəni 6 yaşından götürülür. Ümumi orta təhsil səviyyəsi, tam orta təhsil səviyyəsi. Ümumi orta 5-ci sinifdən 9-cu sinifə qədər, tam orta isə 10-cu sinifdən 11-ci sinifə qədər. Bu da doğrudur. Təhsil alma forması informal. Xeyr, bu yanlışdır. Cavab Y variantıdır. Biz demişdik ki, təhsil alma forması, 4 təhsil alma forması var. İnformal təhsilin formalarına aiddir. Yəni, özünü sərbəst halda biliklərlə təmin etmək. Məsələn, kurikulumu heç bir müəllim yanına getmədən özü sərbəst halda öyrənir. İnformal təhsil olur bu. Yəni, özünü inkişaf etdirir. Növbəti. Uyğunluğu müəyyən edin. Təhsil formaları, təhsil alma formaları, təhsil pillələri, təhsil səviyyələri. Ümumi təhsil, orta ixtisas təhsil, ali təhsil. Deməli, bu təhsilin pillələrinə aiddir. Təhsilin 5 pilləsi var. Məktəbə qədər, ümumi təhsil, orta ixtisas təhsili, peşə təhsili, ali təhsil. Burada da 3-ün verib. Deməli, bu aiddir təhsil pillələrinə. 3-ə A-nı yazıram. B variantına baxaq. Formal, qeyri-formal, informal. Formal bu təhsil formalarıdır. B variantını yazıram 1-ə. İbtidai, ümumi orta, məktəbə hazırlıq. Bu da təhsilin səviyyələridir. Ümumi təhsilin səviyyələri. Ümumi təhsilin 4 səviyyəsi var. Məktəbə hazırlıq, İbtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil. Burada 3 dənəsini göstərib. 4-ə C-ni yazırıq. Əyani, distant, sərbəst. Bəli, bu da təhsil alma formalarıdır ki, demişik ki, 4 təhsil alma forması var. Əyani, qiyabi, distant, yəni məsafədən, sərbəst, yəni eksternant. 3 dənə də əlavə var idi, fərdi, evdə stasionar. Demək, bunu da əlavə eləyirik təhsil alma formalarına. 2-yə də D variantı. Əyani, distant, sərbəst. Bu nədir? Bu da demək, təhsil alma formalarıdır ki, biz onu artıq qeyd eləmişik. Deməli, cavab oldu 1B, 2D, 3A, 4C. Cavab B variantı. 7-yə baxaq. Uyğunluğu müəyyən edin. Təhsil alanın hüququ, təhsil verənin hüququ, valideynin hüququ. Deməli, burada şagirdin, müəllimin, valideynin hüquqlarından danışılacaq. Biz hüququn açar sözlərini dedik. Seçmək, sərbəst seçmək, təmin olunmaq, təhsil almaq, müdafiə olunmaq, infrastrukturdan istifadə etmək, psixoloji yardım almaq, məlumat almaq, əməkdaşlıq etmək. Əgər təhsil müəssisəsi ilə əməkdaşlıq, yəni bina ilə əməkdaşlıq bu hüquqa aiddir. Baxaq. Deməli, A variantında övladlarına Azərbaycan xalqının dəyərlərinə və ümumbəşər dəyərlərə hörmət ruhunda tərbiyə etmək. Bu, valideynin vəzifəsidir, tərbiyə etmək. Bunu çıxırıq. İxtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri öyrənmək və tətbiq etmək. Bu, müəllimin vəzifəsidir, çıxırıq, bizdən hüquq istəyib. Həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq. Bəli, bu aiddir təhsil alanın hüququna. 1-ə C yazıram. C-ni götürdük. Verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək. Şagirdin vəzifəsidir. Verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirsin. Tədrisin forma, metod və vasitələrini sərbəst seçmək. Bu, müəllimin hüququdur. Yəni, təhsil verənin hüququdur. Yeni götürürük. Tədris prosesinin təkmilləşdirilməsi və maddi texniki bazasının yaxşılaşdırılması üçün
təkliflər irəli sürmək və könüllü yardımlar etmək. Bu isə valideynin hüququdur ki, valideyn könüllü olaraq məktəbə yardımlar edə bilər. Məsələn, elektron lövhə ala bilər övladının xatirinə və yaxud printer, hər hansı bir deməli avadanlıqla məktəbi təmin edə bilər könüllü olaraq. Bu valideynin hüququdur. Deməli, F-i də yazıram 3-ə. Deməli, 1C, 2Y, 3F. Cavab A variantı. 8. Valideynin vəzifəsi deyil, yəni hüququdur, vəzifə deyil. Övladının dərsə davamiyyəti, təhsilə marağı haqqında məlumat almaq. Bəli, valideynin hüququdur ki, məktəbə gəlsin, övladı haqqında məlumat alsın. Övladının davamiyyəti haqqında, dərsə marağı haqqında, davranış haqqında məlumat alsın. Bu vəzifədir. Övladını dəyərlərə hörmət ruhunda tərbiyə etmək valideynin vəzifəsidir. C variantına baxaq. Ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək valideynin, müəllimin, şagirdin vəzifəsidir. Övladının icbari ümumi təhsil almasını təmin etmək valideynin vəzifəsidir. Övladının mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq valideynin vəzifəsidir. Növbəti. Sual işarəsinin yerinə hansı variant yazılmalıdır? Dövlət, cəmiyyət və özü qarşısında məsuliyyəti dərk etmək. Bəli, bu şagirdin vəzifəsidir ki, özü qarşısında məsuliyyəti dərk etsin. Ailəsi qarşısında, dövlət qarşısında, cəmiyyət qarşısında məsuliyyətini dərk etsin ki, mən 11 il oxumuşam, nə əldə etdim? Özümə dəyərim, xeyrim, ailəmə, cəmiyyətə, dövlətə xeyrim nə olacaq? Necə bir vətəndaş kimi yetişəcəm? Bu bir məsuliyyətdir. Şagird bunu dərk eləməlidir. Pedaqoji işçilərə hörmət və ehtiramla yanaşmaq şagirdin birbaşa vəzifəsidir. Yəni, təhsil alanın vəzifəsi. Cavab B variantı. 10. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Doğrudan doğrunu götürürük, yanlışdan da yanlış fikri götürürük. Doğru. 1. Tədris formasını sərbəst seçmək təhsil verənin hüququdur. Bəli, tədris formasını sərbəst seçmək müəllimin hüququdur. Müəllim hansı formadan, iş formasından, hansı iş üsulundan istifadə edəcək, seçim müəllimindir. Deməli, alt standarta uyğun, o məqsədə uyğun iş formalarını seçəcək və iş üsullarını seçəcək. Heç kim müəllimə irad tuta bilməz ki, nə üçün bu iş formasından istifadə edirsən? Müəllimin sərbəst seçimidir. 2. Təhsil alanın özü qarşısında məsuliyyətini dərk etməsi onun hüququdur. Xeyr, onun vəzifəsidir. Bu yanlışdır. 2-ni götürmürük. Yanlışa keçək. Özünü təhsil yolu ilə biliklərə yiyələnmək qeyri-formal təhsildir. Xeyr, özünü təhsil yolu ilə biliklərə yiyələnmək informal təhsildir. Qeyri-formal təhsil odur ki, müxtəlif kurslarda deməli biliklər alır və sonda dövlət tərəfindən heç bir rəsmi sənəd verilmir. Bu olur deməli qeyri-formal təhsil. Yəni 3 yanlışdır. Yanlışdan yanlışı götürürük. 4. Şagirdlərin ümumi orta təhsil alması məcburidir. Bəli, bu doğrudur. 9-cu sinifə qədər təhsil icbaridir. Dövlət bunu təmin edir. Deməli, cavab, doğru cavab 1-3-Y variantı. 11. Təhsil alanın hüquqlarına aiddir. A. Mənəvi psixoloji cəhətdən sağlam pedaqoji mühitdə təhsil almaq. Bəli, bu hüquqdur. Mənəvi psixoloji cəhətdən sağlam pedaqoji mühitdə təhsil almaq şagirdin hüququdur. B-yə baxaq. Verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək şagirdin vəzifəsidir. Şagirdə hansı tapşırıq verilibsə, onu vaxtında və keyfiyyətli yerinə yetirmək onun borcudur, vəzifəsidir. Bu deyil. Daxili intizam qaydalarına əməl etmək, bəli, müəllimlərin, şagirdlərin, valideynlərin vəzifəsidir ki, daxili intizam qaydalarına əməl edilsin. Bu da deyil. Pedaqoji işçilərə və şagird yoldaşlarına hörmətlə yanaşmaq
vəzifədir. Məktəb yoldaşları ilə təhsildə əməkdaşlıq etmək vəzifədir. Cavab A variantı. 12-yə baxaq. Təhsil verənin vəzifəsinə aiddir. A. Əlavə məşğələlər, sinifdən xaric fəaliyyətlər keçirmək. Bəli, bu müəllimin vəzifəsidir. Əlavə məşğələlər, sinifdən xaric fəaliyyətlər keçirmək. İxtisas və elmi dərəcəsini yüksəltmək. Bu, təhsil verənin, müəllimin hüququdur. Müəllim istəsə, yeni ixtisas alar və elmi dərəcəsini yüksəldər. Məsələn, fizika müəllimidir, istəyər kimya müəllimi olar. Seçim müəllimin özünündür, o onun hüququdur. Elmi dərəcəsini yüksəldər. Məsələn, bakalavrdır, magistraturanı oxuya bilər, doktoranturanı oxuya bilər. Seçim müəllimindir. Bu hüquqdur, silirik. Daha sonra təhsil müəssisəsində vəzifə tutmaq. Müəllimin seçimidir, hüququdur. İstəsə tutar, istəməsə tutmaz. Mükafatlandırılmaq və təltif olunmaq, bəli, müəllimin hüququdur. Tədris zamanı metod və vasitələri sərbəst seçmək müəllimin hüququdur. Deməli, cavab A variantı. 13-ə baxaq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Yenə doğrudan doğru fikri götürürük, yanlışdan yanlış fikri. Qeyri-formal təhsil alma formasıdır. Qeyri-formal təhsil formasıdır. Təhsil alma forması deyil. Yəni, müxtəlif kurslarda, dərnəklərdə biliklər verilir, sonda dövlət tərəfindən heç bir rəsmi sənəd verilmir. Məsələn, sertifikat verilə bilər, bu rəsmi sənəd deyil. Distant təhsil alma formasıdır. Bəli, distant təhsil alma formasıdır. Məsafədən. Doğrudur. 2-ni götürürəm. 3-ə baxaq. İnformal təhsil alma formasıdır. İnformal təhsil formasıdır. Deməli, təhsil alma forması deyil. Bu yanlışdır. 3-ü də götürürəm. Sərbəst təhsil alma formasıdır. Sərbəst eksternal təhsil alma formasıdır. Bu doğrudur. Doğrunu götürmürük. Yanlışda olduğu üçün. Deməli, 2-3 cavab B variantı. 14. Eyler-Venn diaqramına əsasən sual işarələrinin yerinə uyğun gələn variantları müəyyən edin. 1. Təhsil verənin vəzifəsi, təhsil verənin hüququ. Təhlükəsiz iş və normal təhsil şəraiti ilə təmin olunmaq. Təmin olunmaq hüququn açar sözüdür. Təmin olunmaq. Deməli, hüquqa aid oldu A variantı. Mükafatlandırılmaq və təltif olunmaq, bəli, müəllimin hüququdur ki, mükafatlandırılsın, təltif olunsun, qabaqcıl müəllimlər. Qabaqcıl pedaqoji təcrübələri öyrənmək, müəllimin vəzifəsidir. Müəllimin vəzifəsidir ki, qabaqcıl pedaqoji təcrübələri öyrənsin. Vəzifəyə aiddir. İnteraktiv təlim metodları və innovasiyalardan istifadə etmək. Bəli, bu da müəllimin vəzifəsidir ki, yenilikləri öyrənsin və o onlardan istifadə etsin. Müəllimin vəzifəsidir. Demək, 1 C, D, 2 A, B. Cavab B variantı. Uyğunluq hansı variantda pozulmuşdur? Təhsil pilləsi, ümumi təhsil, bəli, təhsilin 5 pilləsi var, biri də ümumi təhsildir, doğrudur. Maddə 17, təhsilin pilləsi və səviyyəsi. Biz onu keçmişik. Təhsil forması, distant, bəli, təhsilin 4 forması var. Təhsil forması, xeyr, burada təhsil forması deyil, bağışlayın. Deməli, təhsil forması, 3 təhsil forması var, distant təhsil alma formasıdır. Yanlış B variantıdır. Deməli, təhsilin 3 forması var, formal təhsil, qeyri-formal təhsil, informal təhsil. Təhsil alma forması əyani doğrudur. Təhsil alma forması sərbəst, yəni eksternat doğrudur. Təhsilin pilləsi məktəbə qədər, bu da doğrudur. 16. Verilmiş variantlardan hansı doğru deyil? Təhsil alan üçün təlim-tərbiyə müəssisəsini seçmək təhsil verənin vəzifəsidir. Xeyr, bu yanlışdır. Şagird üçün təlim-tərbiyə müəssisəsini seçmək müəllimin vəzifəsi deyil bu. Bu yanlışdır. Yanlış olan elə A variantıdır. Təhsil alanların şərəf və liyaqətinə hörmət
etmək təhsil verənin vəzifəsidir. Bəli, müəllimin vəzifəsidir ki, nəinki təhsil alanlara, bütün pedaqoji heyətə hörmətlə yanaşsın. Eyni zamanda şagirdin bu vəzifəsidir ki, pedaqoji heyətə, öz şagird yoldaşlarına hörmətlə yanaşsın. Vəzifədir. Uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq təhsil verənin vəzifəsidir. Doğrudur. Müəllimin vəzifəsidir ki, tək müəllim bilik vermir, biliklə yanaşı şagirdin təhlükəsizliyini də təmin edir. Şagirdi fiziki və psixi zorakılığın bütün formalarından qorumaq müəllimin vəzifəsidir. İxtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri öyrənmək, tətbiq etmək təhsil verənin vəzifəsidir. Doğrudur. Bu da vəzifədir, götürmürük. Müəllimin vəzifəsidir ki, öz ixtisası ilə bağlı özünü inkişaf etdirsin, qabaqcıl pedaqoji təcrübələri öyrənsin. Bu müəllimin vəzifəsidir. Təhsil alanı müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq təhsil verənin vəzifəsidir. Deməli, təhsil alanı müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq təhsil verənin vəzifəsidir. Bəli, bu da vəzifədir. 17. Sərbəst təhsil alma forması nədir? Biz demişik ki, təhsil alma forması, 4 təhsil alma forması var. Onlardan biri də sərbəst təhsil alma formasıdır. Sərbəst təhsil alma forması deməli, müxtəlif səbəbdən təhsildən kənarda qalan şəxslər yenidən təhsil alma hüququna malikdir. Bir də istedadlı şagirddir. O, təhsilin səviyyəsini daha tez bitirmək istəyir. Yəni, 6-cı sinif şagirdi 7-də oxumaqdan 7-də imtahan verir, eksternant imtahan. 6-cı sinifdən birbaşa keçir 8-ci sinifə. Bu da sərbəst təhsil alma formasına aiddir. Demək, indi baxaq görək hansı uyğun gəlir. Müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq hüququ verən təhsil alma formasıdır. Bəli, müxtəlif səbəblərdən şagird təhsildən kənarda qalıb. Məsələn, 30 yaşı var, amma təhsil almayıb. Onun hüququdur ki, gəlsin, müraciət eləsin, eksternant imtahan yolu ilə deməli təhsil alsın və o attestatı alsın. Bir variantı, müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təhsil təşkili formasıdır. Xeyr, bu evdə təhsil alma formasıdır. Yəni, sağlamlıq imkanı məhdud olan şagirdlərə evdə təhsil verilir. İndi bu sağlamlıq imkanı məhdud olan şagirdlər də məktəblərə cəlb olunub. Amma elə şagirdlər var ki, ağırlıq dərəcəsinə görə onlar yenə də evdə onlara təhsil verilir. Bu evdə təhsildir. Beyni çıxırıq. Müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün təyin edilən tədris prosesidir. Bu fərdidir. Fərdi təhsil alma formasıdır. Xüsusi istedadı var. Əlavə olaraq həmin şagirdə fərdi deməli dərslər keçirilir. Daha sonra tədris prosesinin elektron proqram texniki vasitələr əsasında təşkil olunduğu təhsil alma formasıdır. Bu da distant təhsil alma formasıdır. Özün təhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Bu da informal təhsil formasıdır ki, təhsil alma forması deyil, təhsil formasıdır. İnformal təhsil forması. Yeni də çıxırıq. Deməli, cavab A variantı. 18. Klasteri tamamlayın. Valideynlərin hüquqlarından biridir. Təhsil prosesinin təşkili, təhsilin keyfiyyəti, övladlarının dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq. Bu, valideynin hüququdur. Valideynin hüququdur ki, müəllimə, deməli, övladlarının dərsə davamiyyəti, marağı haqqında gəlsin müəllimdən məlumat alsın. İndi biz hüquq seçirik, valideynin hüququn. Etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək. Riayət etmək vəzifədir. Bunu çıxırıq. Məktəb rəhbərliyi, məktəb psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək vəzifədir. Yetkinlik yaşına çatmayan övladlar üçün təlim-tərbiyə müəssisəsini seçmək valideynin hüququdur.
Seçmək hüququn açar sözüdür. Deməli, cavab C variantı. Sağlam həyat tərzi keçirmək şagirdin birbaşa vəzifəsidir. Şagird spirtli içkilərdən, siqaretdən uzaq durmalıdır. Lazımsız oyunlar var ki, o oyunlardan uzaq durmalıdır. Sağlam həyat tərzi keçirmək şagirdin birbaşa vəzifəsidir. Daha sonra övladlarını humanistlik, vətənpərvərlik ruhunda tərbiyə etmək valideynin vəzifəsidir. Cavab demək C variantı. 19. Təhsil alanların vəzifələrini seçin. Yəni şagirdlərin vəzifələri hansıdır? Seçək. Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək şagirdin vəzifəsidir. Biri götürürük. Etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsil alanların şərəf və liyaqətinə hörmətlə yanaşmaq. Bu müəllimin vəzifəsidir. Bunu çıxırıq. Bizə şagirdin vəzifəsi lazımdır. Təhsil alanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsil alanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək müəllimin vəzifəsidir. Bunu da çıxırıq. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına əməl etmək şagirdin demək vəzifəsidir. 4-ü götürürük. Valideynlərlə əməkdaşlıq etmək, təhsil alanların nailiyyət səviyyələri barədə valideynləri məlumatlandırmaq müəllimin vəzifəsidir. Bunu çıxırıq. Sağlam həyat tərzi keçirmək şagirdin vəzifəsidir. Deməli, cavab 1, 4, 6. 1, 4, 6. A variantı. 20. Sual işarəsinin yerinə hansı variant yazılmalıdır? Əyani, sərbəst, stasionar. Əlbəttə ki, bu təhsil alma formalarıdır. 4 təhsil alma forması var. Əyani, qiyabi, distant, yəni məsafədən, sərbəst, eksternant. 3 dənə də əlavə olaraq stasionar təhsil alma forması var, evdə təhsil alma forması var və fərdi təhsil alma forması var. Stasionar təhsil alma forması nədir? Şagird 21 gündən artıq əgər xəstəxanada yatıbsa, o xəstəxananın yaxınlığında olan təhsil müəssisəsindən müəllimlər ayrılır. Həmin şagird üçün dərslər deyilir, jurnal tutulur, qiymətləndirmə aparılır. Şagird o xəstəxanadan çıxanda həmin o qiymətləndirmə vərəqini oxuduğu məktəbə verir. Bu da olur stasionar təhsil alma forması. Deməli, bu nə oldu? Təhsil alma forması. Cavab D variantı. Təhsil alma forması maddə 13. Biz bu qanunları maddə-maddə adları ilə bilməliyik. Bu bizim bir müəllim kimi borcumuzdur ki, təhsil qanunlarını öyrənək. O imtahana düşdü, düşmədi. Yəni, buna fikir vermədən bu qanunlar, biz təhsil işçisi isə əlbəttə ki, bu qanunları biz bilməliyik. 21. Uyğunluğu müəyyən edin. Təhsil verənlərin vəzifəsi, təhsil alanların vəzifəsi, təhsil alanların hüququ. Baxaq, üzürsüz səbəblərdən dərsdən yayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək şagirdin vəzifəsidir. Deməli, 2-yə A-nı yazıram. Təhsil haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmadan keçmək müəllimin vəzifəsidir, təhsil verənin vəzifəsidir. 1-ə B variantı. Təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri sərbəst seçmək şagirdin hüququdur. Deməli, C aiddir 3-ə. Məsələn, şagirdə məcbur etmək olmaz ki, məsələn, filan fakultativ kursa gəlməlisən, sənin yazmışam, hökmən gəlməlisən və yaxud filan təmayülə yazıram səni. Şagirdin öz seçimidir, şagirdin hüququdur. O istədiyi fakültəni rahat şəkildə seçə bilmək hüququna malikdir. Mükafatlandırılmaq və təltif olunmaq təhsil verənin vəzifəsidir. Burada vəzifəyə aid yoxdur, ona görə bunu götürmürük.
Təhsil proqramlarının, kurikulumların mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək. Bu, müəllimin vəzifəsidir. Deməli, təhsil verənin vəzifəsidir. 1-ə yeni yazıram. Təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahisələrini sərbəst ifadə etmək. Deməli, bu da şagirdin hüququdur. Deməli, 1B-Y, 2A, 3CF. Cavab B variantı. 22. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Doğrudan doğrunu götürürük, yanlışdan yanlışı. Doğru. Yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək təhsil verənin vəzifəsidir. Xeyr, bu təhsil verənin hüququdur. Yeni ixtisas almaq hüquqdur, vəzifə deyil. Mükafatlandırılmaq və təltif olunmaq təhsil verənin hüququdur. Bəli, doğrudur. Qabaqcıl müəllimlərimiz var ki, məsuliyyətli, peşəkar müəllimlərimiz var ki, onların hüququdur ki, onlar mükafatlandırılsın, təltif olunsun. Yanlışa keçirik. Əlavə məşğələlər, sinifdən xaric və məktəbdən kənar tədbirlər keçirmək təhsil verənin hüququdur. Xeyr, bu təhsil verənin birbaşa vəzifəsidir, hüquq deyil. Yanlışdan yanlışı götürürük. Valideynlərlə əməkdaşlıq, təhsil alanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq təhsil verənin vəzifəsidir. Bu da doğrudur. Yanlışda olduğu üçün götürmürük. Demək, cavab 2-3. B variantı. 23. Səhv bəndi müəyyən edin. Dövlət pulsuz, icbari, ümumi orta təhsil almaq hüququnu təmin edir. Bəli, bu doğrudur. Maddə 42-də təhsil hüququ haqqında dövlət pulsuz, icbari, ümumi orta təhsil almaq hüququnu təmin edir. Yəni 9-cu sinifə qədər təhsil məcburidir. Yəni 9-cu sinifə qədər hər bir şagird məktəbə gəlməlidir, təhsil almalıdır, valideyn də o şəraiti ondan təmin etməlidir. Əks halda məsuliyyətə cəlb olunur. Bu doğrudur. Hər bir vətəndaşın təhsil almaq hüququ var. Doğrudur, hər bir vətəndaşın təhsil almaq hüququ var. İstəyir o şagird sağlamlıq imkanı məhdud olsun, evdə ona təhsil veriləcək. İstəyir o şagird həbsxanada olsun, həbsxanada ona dərslər veriləcək. Və yaxud müxtəlif səbəblərdən təhsildən kənarda qalıb, məsələn, 27 yaşı var, işə girmək istəyir, deyirlər ki, attestat gətir məktəb haqqında. Məcburdur ki, gəlsin, eksternat imtahan versin və onun hüququdur ki, o sərbəst təhsil alma formasından istifadə edərək təhsilini davam etdirsin. C variantına keçək. Maddi vəsiyyətinə asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlət zəmanət verir. Bu da doğrudur, maddə 42-də. Yəni, maddi vəziyyətinə asılı olmayaraq dövlət istedadlı şəxslərin təhsilini davam etdirməsi üçün şərait yaradır. Məsələn, xaricə göndərir, onun hər bir ehtiyacını ödəyir. Bu da maddə 42-dədir. Dövlət maksimum təhsil standartlarını müəyyən edir. Xeyr, bu yanlışdır. Maksimum deyil, minimumdur. Yəni 9-cu sinifə qədər təhsil məcburidir və minimum təhsildir. 10-11 var, ali təhsil var, magistratura, doktorantura və get-gedə şagird, həmin şəxs özünü inkişaf etdirə bilər. Minimum, dövlət minimum təhsil standartlarını müəyyən edir. Yanlış olan D variantıdır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Bu da doğrudur. 24-də baxaq. Uyğunluğu müəyyən edin. Təhsil alanların vəzifələri, təhsil verənlərin vəzifələri, valideynlərin vəzifələri. Demək, ancaq vəzifədir. Şagird, müəllim, valideynin vəzifəsi. Seçək. Öz məktəb yoldaşları ilə təhsildə əməkdaşlıq etmək. Bu, şagirdin vəzifəsidir. Deməli, 1-ə A gedir. Valideynlərlə əməkdaşlıq etmək. Təhsil alanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq. Müəllimin vəzifəsidir. 2-yə B variantı. Övladlarının erkən yaşlarından
fiziki, əxlaqi və intellektual inkişafına şərait yaradılması, onların icbari ümumi orta təhsil almasının təmin olunması üçün məsuliyyət daşımaq. Bu, valideynin vəzifəsidir. 3-ə C getdi. Dövlət proqramlarının mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək müəllimin vəzifəsidir. 2-yə D variantı. Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək şagirdin vəzifəsidir. 1-ə Y getdi. Deməli, 1 A, Y, 2 B, D, 3 C. Deməli, bu oldu C variantı. Uyğunluğu müəyyən edin. Təhsil verənlərin vəzifəsi, təhsil verənlərin hüququ. Təhsil alanların fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, zərərli vərdişlərdən çəkindirmək, təhsil alanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək müəllimin vəzifəsidir. Deməli, 1-ə A variantı. Təhsil haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmadan keçmək müəllimin vəzifəsidir. Təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdən kənar məşğələləri sərbəst seçmək. Bu, şagirdin hüququdur. Bunu götürmürük. Bizə müəllimin hüquq və vəzifəsi lazımdır. Mükafatlandırılmaq və təltif olunmaq təhsil verənin hüququdur. D-ni götürdük. Bir dəqiqə. D-ni götürürük. Əlavə məşğələlər sinifdən xaric və məktəbdən kənar tədbirlər keçirmək müəllimin vəzifəsidir. Təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək müəllimin hüququdur. Deməli, 1 A, B, Y, 1 A, B, Y, 2 D, F. Cavab B variantı. 26. Valideynlərin hüquqlarına aid deyil. Deməli, vəzifədir. Övladının təhsili, davranışı haqqında mütəmadi məlumat almaq valideynin hüququdur. Bizə vəzifə lazımdır. Tədris prosesinin təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək hüquqdur. Təhsil müəssisəsi ilə əməkdaşlıq etmək hüquqdur. Valideynin hüququdur ki, İstəsə, təhsil müəssisəsi ilə əməkdaşlıq edə bilər, məsələn, yardım edə bilər məktəbə. Hüququdur, seçim valideynindir. İstəsə edər, istəməsə etməz. Övladları üçün təhsil müəssisəsini seçmək valideynin hüququdur. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək bu vəzifədir. Hüquq deyil, cavab Y variantı. 27. Klasteri tamamlayın. Təhsil formalarından biridir. Dövlət təhsil sənədinin verilməsi ilə başa çatır. Dövlət təhsil sənədinin verilməsi ilə başa çatırsa, bu formal təhsildir. İndi formal təhsilə aid olan fikri seçirik. Ümumi təhsil müəssisəsində həyata keçirilir. Bəli, formal təhsil ümumi təhsil müəssisəsində həyata keçirilir. Doğrudur. Özünü təhsil yolu ilə biliklərə yiyələnməni təmin edir. Özünü təhsil yolu ilə biliklərə yiyələnmə informal idi. İnformal. Daha sonra müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən təhsil formasıdır. Bu isə qeyri-formal təhsil formasıdır ki, dövlət tərəfindən sənəd verilmir, rəsmi sənəd verilmir. Bu da deyil. Təhsilin hər bir şəxs üçün, hər kəs üçün əlçatanlığını təmin edir. Yəni, bu inklüzivlikdir, bunu keçəcəyik. Bu da deyil. Təhsil alanlara ümumi təhsilin hər hansı bir səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verir. Bu, təhsil alma formasıdır ki, sərbəst, yəni eksternal təhsil alma formasıdır ki, təhsilini, məsələn, hər hansı bir təhsil səviyyəsini vaxtından əvvəl bitirmək imkanı verir. Demək, cavab A variantı. 28.
Təhsil verənlərin hüququnu seçin. Məktəb rəhbərliyi, məktəb psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsil alanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq bu müəllimin vəzifəsidir, hüquq deyil. Təhsil haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada sertifikatlaşdırmadan keçmək hüquqdur, vəzifədir, bağışlayın. Yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək, bu hüquqdur. Müəllimin hüququdur ki, yeni ixtisas alsın. Məsələn, riyaziyyat müəllimidir, istəsə fizika müəllimi ola bilər, yeni bir ixtisas ala bilər, staj keçər, elmi dərəcəsini yüksəldə bilər. Məsələn, magistraturanı oxuya bilər, doktoranturanı oxuya bilər, seçim müəllimindir. Mükafatlandırmaq və təltif olunmaq. Bəli, peşəkar müəllimlər, məsuliyyətli müəllimlər hüququdur ki, o müəllimlərin mükafatlandırılsın, təltif olunsun. Valideynlərlə əməkdaşlıq etmək, təhsil alanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq müəllimin vəzifəsidir. Təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək müəllimin hüququdur. Deməli, 3, 4, 6. 3, 4, 6 cavab C variantı. 29. Uyğunluğu müəyyən edin. Təhsil alanların hüquqları, təhsil verənlərin hüquqları, valideynlərin hüquqları. Yetkinlik yaşına çatmayan övladları üçün təlim-tərbiyə müəssisəsini seçmək valideynin hüququdur. 3-ə A variantı. Təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək. Bu müəllimin hüququdur, təhsil verənin hüququdur. 2-yə B. Təhsil müəssisəsinin, təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının dərsə davamiyyəti, təhsilə marağı və davranış haqqında məlumat almaq bu valideynin hüququdur. Deməli, 3-ə C variantı getdi. Mükafatlandırmaq, təltif olunmaq müəllimin hüququdur. Mükafatlandırmaq, təltif olunmaq müəllimin hüququdur. Deməli, D-ni yazırıq 2-yə. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək bu təhsil alanın hüququdur ki, əgər biliyindən narazıdırsa, qiymətləndirilmədən narazıdırsa, onun hüququdur ki, yenidən qiymətləndirməni tələb etsin. Deməli, 1Y, baxaq, 1Y 2BD 3A. Bir də baxaq, ola bilsin ki, mən səhv eləmişəm. Demək, yetkinlik yaşına çatmayan övladlar üçün təlim-tərbiyə müəssisəsini seçmək valideynin hüququdur. Deməli, 1-ə getdi valideynin hüququ. 3-ə A doğrudur. Təhsil müəssisəsinə vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək. Təhsil verənin hüququdur. 2-yə B getdi, doğrudur. Təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladların dərsə davamiyyəti, təhsilə marağı və davranış haqqında məlumat almaq. C variantı aiddir. Deməli, valideynin hüququna. Bu da doğrudur. Mükafatlandırmaq və təltif olunmaq müəllimin hüququdur. D getdi. 2-yə. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirməsini tələb etmək, bu da təhsil alanın deməli hüququdur. Y variantı da 2-yə getdi. Demək, burada 1Y 2BD 3A. C-yə bir də baxın. C-yə bir də baxın. Təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının dərsə davamiyyəti, təhsilə marağı və davranış haqqında məlumat almaq, bu valideynin hüququdur. Məlumat almaq valideynin hüququdur. Demək, cavab hansı olur onda? Təhsil alanın hüququna Y variantı. Burada D uyğun gəlir. Bir dəqiqə.
Deməli 1Y-dir, 2BD-dir, 3AC-dir. Bəli, C variantıdır. Növbəti qeyri-formal təhsil forması nədir? Qeyri-formal təhsil forması dedik ki, təhsil forması maddə 12, yəni təhsilin 3 forması var. Formal təhsil, qeyri-formal təhsil, informal təhsil. Qeyri-formal təhsil odur ki, sonda dövlət tərəfindən sənəd verilmir. Təhsil müxtəlif kurslarda alınır. Bu olur qeyri-formal təhsil. Baxaq, Azərbaycan Respublikasında müəyyən edilmiş təhsil alma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil hüququ. Xeyr, bu yanlışdır. Evdə təhsil, fərdi təhsil hüququ bu təhsil alma formasına aiddir. Təhsil alma maddə 13-ə aiddir. Müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsil alınan ümumi təhsilin hər hansı bir səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsil alma formasıdır. Bu sərbəst təhsil alma formasıdır, digər adı eksternatdır. Bu da deyil. Özün təhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Bu təhsil formasıdır, informal. Bu da deyil. Təhsil müxtəlif kurslarda, dərnəklərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır. Bəli, cavab D variantıdır. Bu qeyri-formal təhsil formasıdır ki, maddə 12-də öz əksini tapır. Dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması bu da formal təhsil formasıdır. Bizdən qeyri-formalı soruşurdu. Cavab D variantı. 30-a baxaq. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Doğrudan doğrunu, yanlışdan yanlışı götürürük. Təkrar sertifikatlaşmada iştirak etməyən şəxslər sertifikatlaşmadan keçməmiş hesab olunurlar. Bəli, bu doğrudur. 2-yə baxaq. Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək təhsil verənin vəzifəsidir. Xeyr, bu təhsil verənin deməli hüququdur. Bu yanlışdır. Yanlışa keçək. Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək təhsil verənin hüququdur. Xeyr, bu təhsil verənin vəzifəsidir, hüquq deyil. Yanlışdan yanlışı götürürük. Əyani və sərbəst təhsil forması ibtidai təhsil səviyyəsində təşkil oluna bilər. Bəli, bu doğrudur. Əyani və sərbəst, yəni eksternat təhsil formasıdır ki, bu deməli ibtidai təhsil səviyyəsində təşkil oluna bilər. Bu doğrudur. Yanlışda olduğu üçün götürmürük. Demək 1-3 cavab 1-3 cavab Y variantı. 32 təhsil sahəsində valideynlərin hüquqlarına daxildir. Yetkinlik yaşına çatmayan övladlar üçün təlim-tərbiyə müəssisəsini seçmək. Bəli, bu valideynin hüququdur ki, təlim-tərbiyə müəssisəsini seçsin. Biri götürürük. Təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq. Bu hüququdur, deməli valideynin hüququdur. 2-ni də götürürük. Övladlarının humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşər dəyərlərə hörmət ruhunda tərbiyə etmək valideynin vəzifəsidir, götürmürük. Təhsil alanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək. Deməli, bu valideynin hüququdur. Bunu götürürük, 4-ü götürürük. Məktəb kollektivi ilə əməkdaşlıq etmək, ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq, bu valideynin deməli hüququdur, vəzifəsidir. Bunu götürmürük. Deməli, cavab 32-də 1, 2, 4, 1, 2, 4. Cavab A variantı. 33-ə baxaq. Valideynin hüquqlarına aiddir. Təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti və övladlarının davranışı haqqında məlumat almaq valideynin hüququdur. Bəli, A-nı götürürük. Övladlarının icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq valideynin vəzifəsidir.
Övladlarını Azərbaycan xalqının dəyərlərinə və ümumbəşər dəyərlərə hörmət ruhunda tərbiyə etmək vəzifəsidir valideynin. Ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək vəzifədir. Övladlarının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, bu da valideynin vəzifəsidir. Bizə hüquq lazımdır. Cavab A variantı. 34. Uyğunluğu müəyyən edin. Sərbəst təhsil, qeyri-formal təhsil. Müxtəlif səbəblərdən təhsildən kənarda qalan şəxslərə təhsil almaq hüququ verən təhsil alma formasıdır. Bəli, müxtəlif səbəblərdən təhsildən kənarda qalan şəxslərə sərbəst təhsil almaq hüququ verilir. Bunun digər adı eksternat təhsil almadır. Deməli, 1-ə A variantı uyğundur. Təhsil alanı ümumi təhsilin hər hansı bir səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verir. Bu da sərbəst təhsil alma formasıdır. 1-ə B-ni yazıram. Təhsil müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə əldə edilir. Bu, qeyri-formal təhsil formasıdır ki, dövlət sonda sənəd vermir. Dövlət sənədinin verilməsi ilə başa çatmır. Bəli, bu da qeyri-formal təhsil formasıdır. D-ni yazıram. Deməli, cavab 1 A, B, 2 C, D. A variantı. Sual işarəsinin yerinə uyğun ifadəni müəyyənləşdirin. Övladının təhsili, davranışı haqqında mütəmadi məlumat almaq valideynin hüququdur. Övladları üçün təhsil müəssisəsini seçmək valideynin hüququdur. Təhsil müəssisəsi ilə əməkdaşlıq etmək valideynin hüququdur. Cavab B variantı. Aşağıdakılardan hansı müasir kurikulumun prinsiplərindən deyil? Bilirik ki, müasir kurikulumun 6 prinsipi var. Necə yadımızda saxlayırıq? Şagird yönümlülük, 2 dənə ş, bir də nitq sözü ilə. Nəticə yönümlülük, inteqrativlik, tələb yönümlülük, qiymətləndirmə və inklüzivlik bura aid deyil. Cavab A variantıdır. Tələb yönümlülük kurikulumun prinsipidir. İnteqrativlik prinsipdir. Şəxsiyyət yönümlülük, nəticə yönümlülük kurikulumun prinsipidir. Uyğunluğu müəyyən edin. Təhsil alanların hüquqları təhsil verənin hüququ. Demək, təhsil alanların hüququ, təhsil verənin hüququ. Həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi, psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq şagirdin hüququdur. Deməli, 1-ə A variantı uyğundur. Təhsil müəssisəsini, tədris dili, xarici dili tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdən kənar məşğələləri sərbəst seçmək şagirdin hüququdur. Mükafatlandırmaq və təltif olunmaq müəllimin hüququdur. Təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək müəllimin hüququdur. Deməli, 1 A, B, 2 C, D. Cavab A variantı. 38. Valideynin hüquqlarına aid deyil. Demək, vəzifə olacaq. Övladlarının icbari ümumorta təhsil almasının təmin olunmasına məsuliyyət daşımaq. Bəli, bu valideynin vəzifəsidir. Övladlarının icbari ümumorta təhsil almasının təmin olunmasına məsuliyyət daşımaq. Əgər valideyn övladına məktəbə icazə vermirsə, o məsuliyyətə cəlb olunacaq. Yəni, icbaridir. 9-cu sinifə qədər təhsil, yəni ümumi orta təhsil məcburidir, icbaridir. Yetkinlik yaşına çatmayan övladlar üçün təlim-tərbiyə müəssisəsini seçmək hüquqdur, valideynin hüququdur. Tədrisin keyfiyyəti, övladlarının dərsə marağı və davranışı haqqında məlumat almaq valideynin hüququdur. Təhsil alanların hüquqlarını müdafiə etmək hüquqdur. Təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək hüquqdur. 39. Hansı fikir doğrudur? Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatmır.
Bu yanlışdır. Formal təhsil deməli dövlət təhsil sənədinin verilməsi ilə başa çatır. Məsələn, şagird 11-ci sinfi qurtardı, sonda dövlət attestat verir və yaxud ali məktəbi bitirdi, diplom verir. Bu olur formal təhsil. Qeyri-formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə müşahidə olunur. Xeyr, bu qeyri-formal deyil. Bu formal təhsil olacaq. Qeyri-formal təhsil odur ki, müxtəlif kurslarda, hazırlıq kurslarında təhsil alır, şagird öyrənir və yaxud digər şəxs olsun öyrənir. Sonda dövlət tərəfindən sənəd verilmir. Bu olur qeyri-formal təhsil. Bu da yanlışdır. Qeyri-formal təhsil özünü təhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Xeyr, bu informal təhsildir. Yanlışdır. İnformal təhsil formasına ibtidai təhsil səviyyəsində rast gələ bilərik. İbtidai təhsil səviyyəsində biz rast gələ bilmərik. Çünki şagird hələ o səviyyədə deyil ki, özü sərbəst, müstəqil biliklər öyrənsin. Bu da yanlışdır. Formal təhsil ümumi təhsil müəssisəsində tətbiq olunan təhsil formasıdır. Bəli, formal təhsil ümumi təhsil müəssisələrində tətbiq olunan təhsil formasıdır ki, sonda dövlət rəsmi sənəd verir. 40. Müasir kurikulumun prinsipləri ilə bağlı uyğunsuzluğu müəyyən edin. Şagird yönümlülük prinsipi. Biz demişdik ki, şagird yönümlülük prinsipində açar sözlərimiz nə idi? MİQ, bir də PI abreviaturalarından istifadə edərək şagird yönümlülük prinsipini yadımıza saxlayırıq. Şagirdin mənafeyini, maraq və tələbatlarının ödənilməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılması, potensial inkişafının üzə çıxarılması. Bax, şagird yönümlülük prinsipi budur. Şagirdin potensialına uyğun şagird inkişaf etdiririk. Deməli, şagird yönümlülük. Təlim, tədris prosesi zamanı şagirdin potensialı nəzərə alınır. Bəli, potensial. Potensialı nəzərə alınır. Bu olur şagird yönümlülük prinsipi. Bizə uyğunsuzluğu deyir. Bu doğrudur, götürmürük. Şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülüyün açar sözləri nədir? Şəxsiyyət yönümlülüyün açar sözü o idi ki, idrak, ünsiyyət, baş hərflərini yazıram, psixomotor fəaliyyət əsasında onlarda həyati bacarıqları inkişaf etdirir və dəyərləri formalaşdırır. Milli və bəşəri dəyərləri formalaşdırmaq. Şəxsiyyət yönümlülük, şagirdlərdə milli və milli mənəvi dəyərləri formalaşdırmaq. Doğrudur. Tələb yönümlülük nə idi? Tələb yönümlülük şagirdin gündəlik təlim nəticələrinə çatması nəzərdə tutulur. Buna baxarıq. Nəticə yönümlülük. Təhsil iştirakçılarının hansı bilik və bacarıqları əldə edəcəyi əvvəlcədən müəyyənləşdirilir. Bəli, bu da doğrudur. Nəticə yönümlülüyün açar sözü əvvəl, son, nəticədir. Əvvəlcə müəyyən olunur. Bu da doğrudur. İnteqrativlik fənlər və həyatla əlaqə yaradılır. Bəli, bu da inteqrativlikdir. İnteqrativlik bütöv, tam deməkdir. İnteqrasiya, 3 inteqrasiya var. Fən daxili inteqrasiya, fənlər arası inteqrasiya, fən üstü inteqrasiya. Və bunların hər üçü də bütövün tamın var olmasına xidmət edir. Məsələn, müəllim dərs keçən zaman keçdiyi mövzunu əvvəl keçdiyi dərslərlə, mövzularla əlaqələndirirsə, bu fəndaxili üfüqi inteqrasiyadır. Yəni, bir sinifin daxilində, bir fənin daxilində, bir sinif üzrə, məzmun xətləri üzrə əlaqələnmə varsa, mövzuların əlaqəsi varsa, bu fəndaxili üfüqidir. Siniflər üzrə mövzuların əlaqəsi varsa, fəndaxili şaqulidir. Məsələn, fizika fənnini mən coğrafiya ilə, riyaziyyatla əlaqələndirirəmsə, bu fənlər arası inteqrasiyadır. Fizika fənnini həyatla əlaqələndirirəmsə, artıq bu fən üstü inteqrasiyadır. Y variantı da doğrudur. Deməli, burada yanlış olan uyğunluq harda pozulub? Tələb yönümlülük prinsipində.
Tələb yönümlülük prinsipi nə idi? Fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələbatının nəzərə alınması. Tələb yönümlülük bu idi. Burada nəticə yazı, bu yanlışdır. Deməli, cavab C variantı. 41-ə baxaq. Klasteri tamamlayın. Təhsil alanların vəzifələrindən biridir. Sağlam həyat tərzi keçirmək şagirdin vəzifəsidir. Etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək. Bu, müəllimin vəzifəsidir. Öz fikir və mülahizələrini sərbəst ifadə etmək. Bu, hüquqdur. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə əməl etmək şagirdin vəzifəsidir. Cavab C variantı. Təhsil proqramlarının mənimsənilməsini təmin etmək müəllimin vəzifəsidir. Şərəf və liyaqətinə hörmətlə yanaşılmasını tələb etmək. Bu da hüquqdur. 42. Təhsil verənlərin vəzifələrinə aid deyil. Təhsil verənin vəzifəsinə aid deyilsə, deməli biz hüququ tapmalıyıq. Təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək. Təkliflər irəli sürmək. Bəli, təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək, bu təhsil verənin hüququdur. Ümumi təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə iştirak etmək vəzifədir. Təhsil verənin vəzifəsidir. Yəni, dövlət siyasətinin həyata keçirilməsinə iştirak etmək nə deməkdir? Dövlətin təhsil qanunları haqda sərəncamı var, konstitusiyada yer alıb. O qanunları həyata keçirmək, o qanunları doğru düzgün əməl etmək, elə dövlətin siyasətini həyata keçirməkdə iştirak etmək deməkdir. Təhsil haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmadan keçmək. Bu vəzifədir, müəllimin vəzifəsidir. Təhsil proqramlarının, kurikulumlarının mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək müəllimin vəzifəsidir. İxtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək təhsil verənin vəzifəsidir. Cavab A variantı. 43-ə baxaq. Təhsil alanların hüquqlarını seçin. Öz məktəb yoldaşları ilə təhsildə əməkdaşlıq etmək. Əməkdaşlıq etmək vəzifədir. Bizə hüquq lazımdır. Bunu atırıq. Deməli, şagirdin vəzifəsidir. Ümumi təhsil müəssisəsinin mövcud infrastrukturundan istifadə etmək şagirdin hüququdur. Kitabxanadan, laboratoriyadan, emalatxanadan istifadə etmək şagirdin hüququdur. Təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək şagirdin hüququdur. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, daxili nizam qaydalarına əməl etmək şagirdin vəzifəsidir. Götürmürük. Valideynlərlə əməkdaşlıq etmək, təhsil alanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq müəllimin vəzifəsidir ki, bunu da götürmürük. Deməli, cavab 2-3. Cavab D variantı. Hansı bənddə yanlışa yol verilmişdir? Bakalavriat əyani, bəli, doğrudur. Bakalavriat qiyabi, doğrudur. Ümumi təhsil əyani, ümumi təhsil qiyabi, xeyr. Ümumi təhsil qiyabi ola bilməz. Nə də distant ola bilməz. Məcburən distant keçildi, yəni deməli COVID vaxtı distant keçildi. Koronavirus vaxtında, yəni bu məcburən belə oldu. Amma ümumi təhsildə qiyabi və distant təhsil alma forması olmaz. Ümumi təhsil stasionar, bu da doğrudur. 45-ə baxaq. Təhsil sahəsində valideynlərin hüququna aid deyil, vəzifəni seçəcəyik. Yetkinlik yaşına çatmayan övladlar üçün təlim-tərbiyə müəssisəsini seçmək hüquqdur. Təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladların dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq valideynin hüququdur.
Övladlarının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaradılması, onların icbari, ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq vəzifədir. Təhsil alanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək. Bu hüquqdur. Təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək, könüllü yardımlar etmək valideynin hüququdur. 46-ya baxaq. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Doğrudan doğrunu, yanlışdan yanlışı götürür. Təhsil alan ödənişsiz psixoloji yardım ala bilər. Bəli, bu doğrudur. Təhsil alanın hüququdur. Təhsil alan təhsillə bağlı inkişaf yönümlü tədbirlərdə iştirak edə bilməz. Xeyr, yanlışdır. İştirak edə bilər. Yanlışa baxaq. Təhsil alan ümumi təhsil müəssisəsinin ictimai, sosial və mədəni həyatında iştirak edə bilməz. İştirak edə bilər. 3-ü götürürük. Yanlışdır. Təhsil alan biliyinin qiymətləndirilməsini yenidən tələb edə bilər. Bəli, bu doğrudur. Yanlışda olduğu üçün götürmürük. Deməli, 1-3 cavab B variantı. 47. Sinifdə şagirdlər arasında konflikt yaranır. Müəllim konflikti müşahidə etsə də heç bir reaksiya vermir. Verilmiş situasiyada müəllimin davranışı haqqında nə demək olar? Müəllim təhsil alanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, müstəqil həyata hazırlamaq vəzifəsini yerinə yetirmir. Xeyr. Deməli, konflikt yaranıb, müəllim müşahidə edir, amma heç bir reaksiya göstərmir, egoist yanaşır. Yəni, uşaqların təhlükəsizliyini təmin etmir. Uşaqlar bir-birinə xəsarət yetirə bilər. Müəllim uşaqları hər cür bu kimi növlərdən qorumaq müəllimin vəzifəsidir. Deyir ki, müəllim təhsil alanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, müstəqil həyata hazırlamaq vəzifəsini yerinə yetirmir. Xeyr, yanlışdır. Fəal vətəndaş mövqeyi nə idi? Yəni, yaşadığı ölkə, bölgə haqqda məlumatlı olmaq. Bu fəal vətəndaş mövqeyidir. Öz ölkəsinin tarixini bilmək, coğrafiyasını bilmək, məlumatlı olmaq fəal vətəndaş mövqeyidir. Müəllim məktəb rəhbərliyi və psixoloqla əməkdaşlıq etmək vəzifəsini yerinə yetirmir. Xeyr, əlaqəsi yoxdur. Müəllim təhsil alanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək vəzifəsini yerinə yetirmir. Bəli, doğru C variantıdır. Təhlükəsizliyi təmin etmir. Müəllim pedaqoji etika və əxlaq normalarına əməl etmək vəzifəsini yerinə yetirmir. Yanlışdır. Müəllim valideynlərlə əməkdaşlıq etmək vəzifəsini yerinə yetirmir. Bu da yanlışdır. Cavab C variantı. Növbəti. Ümumi təhsilin səviyyələri hansı bənddə düzgün verilib? Ümumi təhsilin səviyyələri. Bilirik ki, ümumi təhsilin 4 səviyyəsi var. Hansılardır? Məktəbə hazırlıq səviyyəsi, ibtidai təhsil səviyyəsi, ümumi orta təhsil səviyyəsi, tam orta təhsil səviyyəsi. Bəli, bunlar ilə A variantında göstərilib. İlk peşə təhsili, texniki peşə təhsili, yüksək texniki peşə təhsili. Bu, peşə təhsili səviyyəsinə aiddir. Bakalavriat, magistratura, doktorantura bu ali təhsil səviyyəsinə aiddir. İbtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil. Bu da ümumi təhsil səviyyəsinə aiddir, amma burada məktəbə hazırlıq göstərilməyib. Ona görə tam deyil. Tam orta təhsil, ilk peşə təhsili, doktorantura. Bu da qarışıqdır. Tam orta təhsil, ümumi təhsilin səviyyəsidir, ilk peşə təhsil. Peşə təhsilinin səviyyəsidir, doktorantura isə ali təhsilin səviyyəsidir. Y-də səhvdir. Deməli, cavab A variantı. Yanlış bəndi müəyyən edin. İnformal təhsil təhsilin formasıdır. Bəli, informal təhsil təhsilin formasıdır. Bu doğrudur. Bizdən yanlış istəyir. Ümumi təhsildə qiyabi təhsil alma forması da mövcuddur. Xeyr, ümumi təhsildə qiyabi təhsil alma forması mövcud deyil. Yanlış olan B variantıdır. Stasionar, sərbəst, distant təhsil alma formalarıdır. Doğrudur. Formal təhsilin məzmunu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən tənzimlənir. Doğrudur.
Təhsil prosesinin iştirakçılarının hüquq və vəzifələri vardır. Bəli, bu da təhsil prosesinin iştirakçılarının hüquq və vəzifələri maddə 22, maddə 23, maddə 24-də öz əksini tapır. Maddə 22 nə idi? Təhsil alanların hüquq və vəzifələri. Maddə 23 təhsil verənlərin hüquq və vəzifələri. Maddə 24 valideynlərin və yaxud qəyyumluğunda olan şəxslərin hüquq və vəzifələri. 50-yə baxaq. Fərqli olanı seçin. Biliyinin yenidən qiymətləndirilməsini tələb etmək şagirdin vəzifəsidir. Həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq. Təhsil alanın deməli bu təhsil alanın hüququdur. Biliyinin yenidən qiymətləndirilməsini tələb etmək hüquqdur. B də hüquqdur. Təhsil müəssisəsini, tədris dilini, xarici dili tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri sərbəst seçmək təhsil alanın hüququdur. Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq, vərdişlərə yiyələnmək təhsil alanın vəzifəsidir. Yəni dövlət standartları var. Alt standart nədir? Təhsil alanın bilik, bacarıq səviyyəsindən qoyulan dövlət tələbidir. Yəni minimal tələbdir. Dövlət belə bir standart qoyub ki, şagird bilik, bacarıqla vərdişlərə yiyələnsin. Bilik, bacarıq, vərdişə yiyələnsin. Bu olur dövlət standartı. Yəni alt standartda isə bilik və bacarığa yiyələnməkdir. Demək ki, bu da aiddir vəzifəyə. Ümumi təhsil müəssisəsində dərsliklərlə pulsuz təmin olunmaq şagirdin hüququdur. Cavab D variantı. 51-ə baxaq. Sual işarəsinin yerinə uyğun ifadəni müəyyən edin. Tədris metodik vasitələrlə təmin olunmaq müəllimin hüququdur. İxtisas və elmi dərəcəsini yüksəltmək müəllimin hüququdur. Mükafatlandırılmaq, təltif olunmaq müəllimin hüququdur. Yəni təhsil verənin hüququ. A variantı. 52-yə baxaq. Fərqli olanı seçin. Təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri sərbəst seçmək. Bu şagirdin hüququdur. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, nizam-intizam qaydalarına əməl etmək vəzifədir. Üzürsüz səbəblərdən dərsdən yayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək. Bu da vəzifədir, şagirdin vəzifəsidir. Pedaqoji işçilərə, pedaqoji prosesin digər iştirakçılarına, bütün insanlara hörmət və ehtiramla yanaşmaq şagirdin vəzifəsidir. Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək vəzifədir. Yanlış yox, fərqli olan A variantıdır ki, bu hüquqdur. 53-ə baxaq. Fərqli olanı seçin. Həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq şagirdin hüququdur. Biz fərqli olanı seçəcəyik. Təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri sərbəst seçmək şagirdin hüququdur. Deməli, bunlar hüquqdur. Dövlət və bələdiyyə ümumi təhsil müəssisəsində dərsliklərlə pulsuz təmin olunmaq şagirdin hüququdur. Öz məktəb yoldaşları ilə təhsildə əməkdaşlıq etmək hüquqdur. Əməkdaşlıq etmək, bağışlayın, vəzifədir. Əməkdaşlıq etmək vəzifədir. İnsanın insanla əməkdaşlığı vəzifədir. İnsanın bina ilə, təhsil müəssisəsi ilə əməkdaşlığı artıq hüquqdur. Məsələn, valideynin hüququdur ki, məktəb müəssisəsi ilə, yəni təhsil müəssisəsi ilə əməkdaşlıq etsin. Biliyinin yenidən qiymətləndirilməsini tələb etmək şagirdin hüququdur. Deməli, cavab B variantı. 54. Biri fərqlidir. Qiyabi, əyani, formal, distant, eksternal. Burada qiyabi, əyani, distant, eksternal
təhsil alma formasıdır, maddə 13. Formal isə təhsil formasıdır ki, maddə 12-də bu haqqda danışmışıq. Cavab C variantı. Kurikulum ilə bağlı verilənlərdən biri yanlışdır. Təhsil proqramı tərtib edilərkən diqqət edilməli məqamlardan biri şagirdlərin fərdi ehtiyaclarının nəzərə alınmasıdır. Fərdi ehtiyaclarının nəzərə alınması. Bəli, bu şagird yönümlülük prinsipidir. Bu doğrudur. Yanlışı seçirik biz. Təhsil proqramı dövlət tələbinə uyğun baş verən yenilikləri məzmununa daxil etməlidir. Bəli, bu da tələb yönümlülük prinsipidir. Doğrudur. Yəni dövrün tələbi nəyədir? Tələbat nəyədir? Onu nəzərə alıb o kadrlar hazırlanır. Yəni tələb yönümlülük prinsipi. Təhsil proqramında məzmunun həyatla sistemli şəkildə əlaqələndirilməsinin vacib məqamlarındadır. Bu inteqrativlikdir. Yəni inteqrativlik nədir? Bütövün, tamın mövcudluğu. Bunun üçün də əlaqə lazımdır. İnteqrasiya lazımdır ki, o bütövün, o tamın mövcudluğu alınsın. Yəni orqanizm bir bütövdür, bir tamdır. Amma orqanlar var ki, hər bir orqan öz funksiyasını yerinə yetirir. Və o orqanlar bir-biri ilə əlaqəlidir. Nəyin hesabına, nəyin uğruna işləyirlər? Orqanizmin, bütövün tam var olmasının hesabına onlar öz funksiyalarını yerinə yetirirlər ki, bu da bir nümunədir ki, təhsildə də inteqrativlik odur ki, bütün fənlər ki var, o biliklər bir-biri ilə əslində əlaqəlidir. O biliklər əlaqələnərək bütövün tamın var olmasına, yəni təhsilin tam olmasına xidmət etməsidir. Daha sonra təhsil proqramının sabit olması üçün tərtibinə verilən əsas tələblərdəndir. Təhsil proqramı sabit deyil, daim dəyişir. Konseptual sənətdir. Daim dəyişən, yenilikləri qəbul edən, ona görə də qüvvədə qalan sənətdir. Yanlış olan D variantıdır. Təhsil proqramının əsas prinsiplərindən nəticə yönümlülükdür. Bəli, nəticə yönümlülükdür. Nəticə yönümlülük prinsipi sonda olanı əvvəlcədən müəyyən olunub və o nəticə yönümlü işlər təşkil olunur. Biz dərs keçərkən ilk öncə təlimin məqsədini lövhədə yazırıq. Şagird bilir ki, dərsin sonunda nə öyrənəcək və bir ilin sonunda şagird hansı bilik və bacarıqları əldə edəcək və yaxud təhsil səviyyələrinin sonu üçün, məsələn, ibtidai təhsil səviyyəsinin sonu üçün şagird hansı bilik və bacarıqları əldə edəcək. Bax, bunlar və yaxud ümumi orta təhsil səviyyəsinin sonu üçün, tam orta təhsil səviyyəsinin sonu üçün şagird hansı bilik və bacarıqları əldə edəcək, bunlar hazır şəkildə hazırlanıb. Bu da nəticə yönümlülük prinsipini özündə əks etdirir. Deməli, Y variantı da uyğundur. Yanlış olan D variantıdır. 59. Təhsil alanların vəzifələrinə aid deyil. Üzürsüz səbəblərdən dərsdən yayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək. Bu vəzifədir, şagirdin vəzifəsidir. Bizə hüquq lazımdır, çünki vəzifələrinə aid deyildir. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına əməl etmək şagirdin vəzifəsidir. Şərəf və ləyaqəti aşağılayan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq şagirdin hüququdur. Deməli, hüquqa aid olan C variantıdır. Öz məktəb yoldaşları ilə təhsildə əməkdaşlıq etmək hüquqdur. Sağlam həyat tərzi keçirmək hüquq niyə? Öz məktəb yoldaşları ilə təhsildə əməkdaşlıq etmək vəzifədir. Sağlam həyat tərzi keçirmək vəzifədir. Bəzən o elə olur ki, nitqimizə səhvlər eləyirik. Üzürlü sayın. Yəni bu normal haldır. Hər bir insanda bu baş verir. Ona görə də əgər nitqimdə hər hansı bir səhv etmişəmsə, üzürlü sayın. Sağlam həyat tərzi keçirmək, bu da şagirdin vəzifəsidir. Cavab C variantı. 60. Uyğunluq pozulmuşdur. Formal. Dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Bəli,
formal təhsil formasıdır. Maddə 12. Sonda dövlət sənəd verir. Yəni dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Bu doğrudur. Qeyri-formal təhsil müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır. Doğrudur. İnformal özün təhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Bu da doğrudur. Deməli, bunlar doğrudur. Formal təhsilin təşkili, qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bəli, icra hakimiyyəti orqanının nəzdində bir qurum var ki, həmin o qurum, orqan formal təhsilin təşkili qaydalarını müəyyən edir. Distan elektron vasitələrin köməyi ilə məsafədən icra edilən təhsil formasıdır. Təhsil forması deyil, təhsil alma formasıdır. Yanlış olan, deməli, Y variantıdır. Testlərin izahı bu qədər, dəyərli müəllimlər. Əgər sizə faydalı oldusa, abunə olun, öz dəyərli fikirlərinizi yazın və motivasiyanı artırmaq üçün bəyənin. Sağ olun, növbəti dərslərdə görüşənədək.